Yemək icazəlidir. Əgər sən Allahın halal buyurduğunu etmirsənsə, demək ki, kafirsən, ateistsən, ona inanmırsan. Baxın, bu bir şeyi başqa bir şeyə calayıb ortaya yanlış nəticə çıxartmağın gözəl bir nümunəsidir. Bu cahil yanaşmasıdır, çünki digər tərəfi araşdırmadan, öyrənmədən belə bir nəticə ortaya çıxardır, ancaq öz biliklərinə əsaslanaraq. Beləsindən soruşsan ki, məsəl üçün yer fıstığı halaldır, yoxsa haram? O deyəcək ki, halaldır. Çünki Allahın təbiət vasitəsilə verdiyi bir nemətdir. Elə deyilmi? Amma elə bir insan var ki, onun yer fıstığına qarşı allergiyası var və həkim ona icazə vermir ondan istifadə eləməyə. Bu məntiqə əsaslansaq, həmən adam Allaha inanmayandır, kafirdir, ateistdir. Mənim özüm sarımsağı xoşlamıram. Yəni onun qoxusunu, o acıdır, onu yeyəndə mədəmdə izjoqa verir. Nədir indi bu məntiqə əsaslansaq, mən ateistəm, mən kafirəm. Allahın verdiyi nemətdir. Təbii antibiotikdir sarımsaq. Amma nə etmək olar? Xoşlamırıq da, zorlandır. Bunu qoyaq o tərəfə lap. Əgər yəni düşünsək ki, Allah hər birimizə görmək üçün göz veribdi, eşitmək üçün qulaqlar veribdi, duyma hissini veribdir. O zaman bunlardan istifadə edərək biz başqasının acısını görə bilirik. Başqası, məsələn, hansısa bir insan bizə öz acısını danışanda və yaxud da əziyyət çəkdiyini görəndə biz mərhəmətli bir varlıqlarıq. Biz ona hardasa can yandırırıq, kömək olmağa çalışırıq. Odur ki, gözlərindən, qulaqlarından istifadə edərək sən hansısa bir heyvanın əziyyət və zülm çəkdiyini görə bilərsən, nə vaxt ki onu kəsirlər. Sən görə bilərsən ki, orada qan tökülür, bu zorakılıqdır. Heyvan bundan zövq almır, onun xoşuna gəlmir, o qaçır, o qorxur. Bəyəm görmürsən bunları, bəyəm eşitmirsən bunları. Necə yəni sən duya bilmirsən bunu? Yəni biz vegetarianlar dünyanı inkar eləmirik, buradakı quruluşa qarşı çıxmırıq. Okey, yəni hər şey və hər kəs öz yerindədir. Sadəcə o bəziləri deyirik, bitkilər də canlıdır falan, canlıdır. Amma bizə verilənlərə əsaslanaraq biz görmürük nəyəsə bir əziyyət çəkdiyini falan, zülm çəkdiyini, qan tökməyi müşahidə etmirik. Onların mərkəzi sinir sistemi yoxdur. Siz bəyəm görmüsünüz hansısa bir bitki öz balasının dalına düşsün və yaxud da hansısa bir bitki bala məsələn də anasının əlindən alınanda onun dalına düşsün və yaxud da bir-birinə qarşı sevgi göstərdiklərini müşahidə etmişsiniz onların? Yox, bu ancaq heyvanlara məxsusdur. Ona görə də biz vegetarianlar bunları danışaraq, belə bir həyat tərzi sürərək göstəririk ki, bu da mümkündür. Təbiətlə, planetlə harmoniyada yaşamaq daha sağlıqlıdır, daha doğrudur. Göstəririk ki, yəni buna doğru getmək lazımdır. Ola bilər hansısa bir dövrdə sağ qalmaq üçün nədənsə istifadə edilibdir ət məhsullarından falan. İndi bir ərazidə bir növ ətdən, başqa bir ərazidə başqa bir növ ətdən, hardasa balıqçılıq üstünlük edibdir. Amma daha sonra məsələn artıq əkinçilik dövrü gəldikdən artıq bolluq başlayıbdır. Ümumiyyətlə elə tarixə əsaslansaq görəcəyik ki, ət və ət məhsulları hər zaman əlçatmaz bir məhsul olubdur. Onların saxlamağı zadı da çətin olubdur. Onlardan ancaq zəngin insanlar daha çox istifadə ediblər. Orta təbəqə və aşağı təbəqə üstünlüyü onlarda taxıl olubdur. Məsəl üçün də bitki mənşəli məhsullar olubdur və eyni zamanda da onlar yuxarıdakılardan daha sağlıqlı olublar, daha qüvvətli olublar, daha güclü, daha enerjili olublar. Məsələn, bunu sadəcə araşdıraraq anlamaq olar. Tarixə əsaslanaraq, elmə əsaslanaraq, mənəviyyata əsaslanaraq həmçinin də. Çünki qədimi yazılar var, qədimdən bəri bu vegetarianlıq gəlir. Bu dünənləri üzə çıxan bir dəb deyil, əsrlərdir ki, yəni bu mənəvi yüksəliş üçün danışılan bir şeydir. Və heç vaxt heç kimdə, hansılar ki, başa düşüblər və bu yolu gediblər, ciddi bir problemlər olmayıblar sağlamlıqla. Bunu denəmək istəyirsinizsə, şəxsən bax, məsələn, öz təcrübəmdən deyim, 7 ildir ki, bu həyat tərzini bitki mənşəli pəhrizdən istifadə edərək yaşayıram və özümü 7 il
öncəkindən daha yaxşı hiss eləyirəm. Daha gümrah, daha enerjili. Mən çoxdan da özümə də bunu sübut eləmişəm, bunun işləyə olduğunun və bunun daha sağlıqlı olduğunun, bunun daha doğru olduğunun, həmçinin də ailə üzvlərim də belə yaşayırlar. Bütün qohum əqrabama hansılar ki deyirdilər ki, yox bu mümkünsüzdür, belə şey olar, ağıldan çıxmısan və s. Artıq çoxdan sübut etmişəm ki, 2 uşaq böyüdürəm, yəni bu həyat tərzində və hər şey okeydir. Yəni onlar tez-tez həkimlərə müraciət etdiyi zaman biz nə vaxt olubdu, mən aptekin yolunu tanımıram. Baxmayaraq ki, 1-4 yolda artıq 4 tərəfində də apteklər var. Axırıncı səfər nə vaxt ora girmişəm, anlamıram. Bu pampers zat bəlkə nə vaxt alanda və yaxud da indi bəzən nəsə lazım olur, sürtmə zat kimi bir şeylərdən falan, indi pambıq kimi bir şeylərdən onda ancaq. Yəni bu ki sübut, yəni göz qabağındadır da. Kimsə sağlamlıqla bağlı problemlər yaşayırsa və bunu denəməyibsə, ən azından yoxlamalıdır mənim fikrimcə. Yoxsa bundan anlayışı olmayan xəstə bir həkimlərdə cavab axtarmaq, yəni bu yanlış bir yanaşmadır da. Onlar təbii ki deyəcəklər ki, bu həyat tərzi ziyandır, orada çatışmazlıqları var. Hətta çatışmazlıqlar elə ənənəvi qidalanmada olan bir insanlarda daha çoxdur. Yoxsa bu qədər apteklər, bu qədər həkimlər, bu qədər müasir texnologiyalar, tibbi texnologiyalar gündən-günə inkişaf etməzdi. Vrodi bu da, yəni insan xəstəliyin əlacını tapmaqdansa, insan bir təvəllüd xəstəlikdən qurtulmaqdansa, bizə deyirlər ki, ala bax bunu al, burnuna vur və xəstəliyi unut. Halbuki bu simptomlarla mübarizə aparmaqdır və 1-2 aydan sonra hər şey qayıdacaq və yenidən təkrarlanacaq. Bu sağlamlıq deyil. Etik baxımından da heç bu doğru yanaşma deyil. Artıq bolluq dövründə yaşayırıq və ət məhsullarından istifadə etmədən belə sağlam yaşamaq olar. Sağ qalma dövründə deyilik ki, ehtiyacdan nəysə eləyək, öz təbiətimizə uyğun olmayan bir şeylər. Bizim yəni xoşumuza gəlmir qanın rəngi, biz qandan qorxuruq. Bizi o vəbşi it pişiyi o həvəsləndirə bilər. Amma yəni insanı marağı yoxdur ona. O ancaq ondan nəysə hazırlamağa çalışır ki, ağız reseptorlarını aldada bilsin. Qoxunu xoş eləyir ki, aldada bilsin, onu yeyə bilsin, yeməli hala gətirə bilsin vəbşi. Başa düşürsünüz? Və belə. Yəni bunun üçün biraz biologiyanı, təbiəti də araşdırmaq lazımdır. Təbii ki, indi bir videoda hər şeyi izah eləmək olmur. Yenə də bu mövzu ilə bağlı nəsə sualınız varsa, adekvat olanlarını böyük məmnuniyyətlə cavablayaram. Sağ olun, zaman ayırdınız, izlədiyiniz bu videonu. Təşəkkür edirəm hər birinizə. Özünüzə yaxşı baxın. Özünüzə.